Salam, bugün sizə 7-ci sinif biologiya iş dəftərindən ümumiləşdirici tapşırıqlar 5-ci bölmədən izah edəcəm. Səhifə 27 və 28-i əhatə edir. Birinci sualla başlayaq. Birinci sualda bizdən A variantında nə istəyir? Təsvir olunmuş biyomları növ müxtəlifliyinə görə fərqləndir və böyükdür, kiçikdir işarələrindən istifadə et. Aha, deməli burada biyomları biz ilk öncə adlandıraq. Birinci biyom enli yarpaqlı meşə. İkinci biyom iğne yarpaqlı meşə. Üçüncü biyom isə Arktik və Alp tundrasıdır. Arktik, Alp tundrasıdır. Burada növ müxtəlifinə görə böyükdür, kiçikdir sıralasaq, enli yarpaqlı meşənin növ müxtəlifliyi böyükdür iğne yarpaqlı meşədən. İğne yarpaqlı meşənin də növ müxtəlifliyi böyükdür Arktik və Alp tundrasından. B variantında bu biyomlardakı növ müxtəlifliyin fərqli olmasında hansı amillərin rolu daha böyükdür? Biotik yoxsa abiotik? Burada həm abiotik amillər, həm də biotik amillər təsir göstərir. Amma ən çox təsir göstərən isə abiotik amillərdir. İkinci suala baxaq. Bədən örtükləri verilmiş canlıları yaşadıkları mühitlə uyğunlaşdır. Bizə yaşadıkları mühit olaraq göl, ilbizi, daha doğrusu göl, enli yarpaqlı meşə və səhra verilmişdir. Aha, hansı uyğunlaşmalar bəs verilib? Quru pulcuqlu, selikli sürüşkən, yumuşaq tüklü və çılpaq nəmdəri. Deməli burada quru pulcuqlu aiddir səhraya, selikli sürüşkən aiddir gölə, çılpaq nəmdəri aiddir gölə, yumuşaq tüklü isə məsələn tük ümumiyyətlə məməlilərdə var, yumuşaq tüklü isə enli yarpaqlı meşəyə aiddir, çılpaq nəmdəri isə aiddir məsələn amfibilər, yəni qurbağalar. Qurbağalar göllərdə yaşayır. Aha. Sonra keçək üçüncü suala. Üçüncü sualda nə deyir? Orta illik temperatur və orta illik yağıntı miqdarından asılı olaraq biyomlar aşağıdakı kilometrogramda göstərilmişdir. Orta illik temperaturun yağıntı orta illik miqdarından asılılıq qrafikidir burada. Biz bir burada kilometrogramda verilən biyomları adlandıracağıq. Aha. Başlayaq adlandırmağa. A'ya baxaq. Ada məlum məsələ. Şəklə diqqətlə baxın. Aha. A səhradır. Quraqlıq bir yer. Səhra. B variantına baxaq indi. B'yə baxın. Nə görürsünüz B'yə baxanda? B'yə baxanda görürük ki, çəmənlik verilib. B'də çəmənlik. Aha. Daha sonra C'yə baxaq. C'də nə verilib? C enli yarpaqlı meşə. Aha. D'yə baxaq. D'də isə tropik meşə verilib. Tropik meşə. Y'yə baxaq. Y'də baxanda görürsünüz ki, şəkildən elə iğne yarpaqlı meşə verilmişdir. Daha sonra F'də isə Arktik və Alp tundrası. Deməli necə oldu? A səhra, B çəmənlik, C enli yarpaqlı meşə, D tropik meşə, Y iğne yarpaqlı meşə, F isə Arktik və Alp tundrasıdır. B variantında bizə nə istəyir? Hansı biyomda ekosistem müxtəlifliyi digərlərindən daha çoxdur? Hansında daha çoxdur? D-də, tropik meşədə daha çoxdur. D, tropik meşədə daha çoxdur. Qeyd edin. D-də tropik meşədə daha çoxdur. 4-ə baxaq. Doğru və yanlışlığı qeyd et. Aha, tur işarəsini istifadə etməliyik. Bizə bəzi fikirlər verilib. Fikirləri oxuyaq. Biosfer, ekosistem, təbii birlik, populyasiya. Aha, bu sırada getdikcə növ müxtəlifliyi azalır. Bəli, doğrudur. Daha sonra biosfer, ekosistem, təbii birlik, populyasiya getdikcə genetik müxtəliflik azalır. Bu da doğrudur. Populyasiya müxtəlif canlıların eyni ərazidə yaşamasıdır. Bu yanlışdır. Təbii birlik eyni habitatda yaşayan fərqli populyasiyaların qrupudur. Bəli, bu da doğru variantdır. Bugünkü izahımız bura qədər. Kanalıma dəstək olmayı unutmayın. Videomu like edin və bol